Ayran qatıqdan hazırlanan içki növüdür. Ta keçmişdən bu günümüzə dək böyük ləzzətlə içdiyimiz bu içki hələ də populyardır. Bu içkinin mənşəyi barədə bir çox fərziyyələr irəli sürülsə də, dünya xalqları ayranın Türk millətlərinə məxsus olduğunu bilir. Qədim Türk mətbəxinə aid olan bu içkinin adı qədim xalq dastanımız olan Dədə Qorqudda da çəkilib. Ayranın yaranma tarixinə gəldikdə, onun yaranması Göytürk xaqanlığı dövrünə təsadüf edir. Həmin vaxtlarda Göytürklər turşumuş qatığın turşuluğunu azaltmaq üçün ona su əlavə ediblər və beləliklə də ayran içkisi yaranıb. Ayran sözünə ilk dəfə Mahmud Qaşqarlının Divan Lüğəti Türk əsərində rast gəlinib. Bu lüğətdə onun mənası süddən əldə olunan içki olaraq izah edilib. İsmayılıda bizim 2300 il yaşı olan yağımız saxlanılır, kərə yağı. Deməli, ən azı 2300 il bundan qabaq, çünki onu da biz süddən almırıq yağı, qatıqdan alırıq da, turş süd məhsuludur deyin oradan. Ona görə orada yağdan ayrılan hissənin adını elə ayran deyilim də, ayrılan yəni, qalan. Və bundan başqa da ki, Azərbaycanda Gil nehrələrin tarixi 6-8 min ili əhatə eləyir biz. Buna görə də bunun tarixini aparıb, bax belə dərin tarixə, mənbələrə çıxartmaq olar. Təsadüfi deyil ki, ayranın ən çox istifadə edildiyi ölkələr arasında ilk yerləri məhz Türkiyə, Azərbaycan və İran tutur. Bununla yanaşı ayran Bolqarıstan, Balkan ölkələri və bir sıra Asiya dövlətlərində də sevimli içkilərdən biri hesab olunur. Təsəvvür edin, ayran biz türklərin ağız dadına, zövqünə o qədər yaxın içkidir ki, buna görə ermənilər onu özünküləşdirmək qərarına gəlmişdilər. Lakin dünya tarixçiləri onların bu fərziyyələrinin əsassız olduğunu sübut etdilər. Nə iddiaları var ermənilərin? Erməni də bir sözlə, onun adı ermənidir. Oraya nə demək olar ki? Bir də narahat olmayın bizdən. Erməni 1-200-ə yaxın xörəyimizin adını yazıb uğramağa çalışır. Bizdə 4000-dən çox biz xörək toplamışıq, içki toplamışıq. O da hələ Azərbaycanın 25% ərazisindən. Bizdə uğurlanırsa o qədər şey var ki. İndi isə gələk ayranın insan orqanizminə verdiyi faydalara. Ağartı məhsulu sayılan ayran bir sıra xəstəliklərin qarşısının alınmasında olduqca əhəmiyyətlidir. Üstəlik onun tərkibində olan bir çox maddələr qadınlarda sümük əriməsi probleminə bilavasitə kömək edir. Tərkibində kalsium olduğuna görə birinci növbədə osteoporoz xəstəliyində, xüsusən bax qadınlarda menopoz dövründən sonra o ki osteoporoz yəni nədir? Sümüyün əriməsi prosesi ki gedir. Bəlli bir yaşdan sonra qadınlarda bax o ayranın içilməsi, ağartı məhsulu kimi qəbul olunması osteoporoz üçün çox böyük əhəmiyyəti var. Sonra məsələn ayranın ürək bulanmada, ürək qan damarında məsələn təzyiqin yuxarı olan insanlara ayran verirlər ki, təzyiqi aşağı salmaq üçün. Diyetoloq deyir ki, ayran hazırlayarkən diqqət edilməli olan ən əsas məsələ içkiyə əlavə olunan duzun miqdarıdır. Bundan başqa ayrana müxtəlif ədviyyatların da əlavə olunması məsləhətdir. Bizim xalqımız, həmvətənlərimiz daha çox sevirlər duzlu istifadə eləsinlər və o duz məsələsində çox ehtiyatlı olsunlar. Çox az miqdarda duz. Mən məsləhət görərdim həkim kimi və metabolizmaya müsbət təsir göstərən bir komponent kimi ayrana nə əlavə etsinlər? Nanədən, quru nanə əlavə etsinlər və ya da ki qara istiot, qırmızı istiot, pul biberdən əlavə etsinlər və ya ən gözəli ayranı boş içməsinlər. Məsələn, xiyar əlavə eləsinlər içinə. Məsələn, xiyarla bərabər doğranmış şəkildə ayranla istifadə eləsələr, bu həmçinin mədə bağırsaq sistemi üçün də istifadə edə. Mütəxəssislərin sözlərinə görə ayran hazırlayarkən mütləq qatığa soyuq su əlavə edilməlidir və hazırlanmış içkinin qatı olması lazımdır. Qarın boşluğunda köp problemi olanların isə ayrandan uzaq durması məsləhət görülür. İstənilən halda yay aylarında ayran içərkən siz həm sərinləyirsiniz, həm də sağlamlığınızın qeydinə qalmış olursunuz.